bu hissəsindən qəlpə zədəsi alıb elə yerində də vəfat edib. Ukraynanın Xarkov şəhərində həlak olan Fatimə Hüseynova dəfn olunub. Məlumata görə Fatimə Kürdəmir rayonunun Ərəb-Qubalı kəndində son mənzilə yola salınıb. Fatimənin yaxınları hadisəni dərin kədər hissi ilə qarşıladıqlarını bildiriblər. Mərhumun atası bildirib ki, gənc qızın ölüm səbəbi onu çox sarsıdıb. Orta təhsili bitirdikdən sonra da Tibb Universitetinə daxil olub, 2 il müharibəyə qədər orada Ukraynada yaşayırdı, orada da yəni dərsini davam edirdi. Müharibə olduqdan sonra, yəni qaçqın məcburiyyətdən biz Almaniyaya yerləşdik. Ondan sonra qalan 4 il təhsilində Almaniyada, yəni onlayn şəkildə təhsilini davam etdirdi. 6 il, yəni zaten 6 il oldu, təhsili bitdi. İmtahanlarını verdi, həmçinin yüksək dərəcədə. Sadəcə Ukraynaya getdi ki, yəni məzun olacaqdı ayın 30-da, 29-da bu hadisə baş verdi. Ayın 27-si axşam, yəni 27-si Ukraynaya gəldi, Xarkov şəhərinə gəldi və 29-da bu hadisə baş verdi. Xarkov şəhərində bəli, yəni bunların olduğu yerə, rəfiqəsi ilə ikisinin yəni olduğu yerə raket düşüb və qəlpə də mənim qızımın başından sağ tərəfdən bu hissəsindən qəlpə zədəsi alıb elə yerində də vəfat edib. Ailədə 3 uşaqdılar. 2 oğlan, 1 qız. Fatimə evin böyüyü idi. Bəli, Fatimə mənim evim böyüyü idi. Fatimə çox gözəl evladı idi. Fatimə çox gözəl evladı idi. Çünki heç zaman yəni valideyninə, cəmiyyətə, müəllimlərinə heç zaman yəni zərər verən bir tələbə deyildi. Yəni öz savadı ilə oxuyurdu. Almaniyadan Xarkov şəhərinə gəlmişdi, ayın 28-i. 30 orada məzun keçiriləcəkdi. Ona görə orada tələbə yoldaşlarla bir yerdə, həmin o fotosesiya olunan yerdə, dəmir yol vağzalından bir aralı şəhərin sentrinə yaxın bir yerdə, orada yəni Rusların atırdığı raket nəticəsində faciə baş verib. Bununla bağlı yanında tələbə yoldaşları da olub. Onlar da böyük xəsarət keçirib, güman ki, Allahın qismətidir. Yaşayarsa, laf yaxşı, yaşayarsa, elə Allahın özünün ona yazığı gəlsin ki, qoy yaşasın. Hər bir balanın yaşama haqqı var. Fatiməni mən əmi kimi öz balalarımdan da çox istəyirəm. O Fatimə nəinki mənim. O Fatimə bizim nəslin fəxri olub o. Həm hərəkətləri ilə, həm davranışları ilə, həm aldığı təhsillə, istər universitetdə, istər orta məktəbdə, onun aldığı savad, 5 dil bilməsi, İngilis dilində sərbəst, Alman dilində sərbəst danışırdı, Ukrayna, Rus dilində, Türk, Azərbaycan da bu adam, yəni mən hal-hazırda danışdığım kimi danışırdı. Çox yüksək savata malik bir adam idi, qız idi, yəni sağlam idi, mələyim idi. Ona hansı adı qoysan, o adı ona yaraşır.